Sonra keçirik uşaqlar. Biz bayaqları toyuq bastırma eləmişdik. Yadınızda? Baxırsınız. Bayaq kim sual verdi ki, xətləri niyə qoymusunuz? Bəli. Bu belə. Parmezan zəhmət olmasa verin. Onun hamısını törkalamayın uşaqlar. Verin onu. Törkalamayın onun hamısını. Biraz götürdük, kifayət elədi. Yo, o qaudadır. Bizə parmezan lazım. Bu parmezanı törkalı da üzərinə qoya bilərsiniz. Belə dilim-dilim də qoya bilərsiniz. Bu əhəmiyyətli deyil. Bu da bizim Sezar təqdimatı. Hər kəs üçün aydın oldu uşaqlar. Necə sousunu elədik, necə təqdimat elədik, həm yeməyimizin, həm salatımızın. Zəhmət olmasa bunu da qoyun yeməyimizin yanına.